sünnə əməllərdən, bu da dəyərli qardaşlarım, deməli, cümə günü qüsul alma məsələsidir. Və necə ki, Peyğəmbər s.ə.v buyurur ki, cümə namazına gələn qüsul alsın. Düzdür, cümə günü qüsul alma məsələsi bəzi alimlər vacib görürlər, yəni vacib sünnələrdən. Digər alimlər söyləyirlər ki, sünnədir. Niyə görə? Çünki başqa hədislərdə gəlir ki, Allah Rasulü buyurur ki, kim deyir cümə günü qüsul alarsa nə gözəl, dəstəmaz alarsa, yəni dəstəmazlı halda gələrsə məscidə, yəni burada heç bir qəvahət yoxdur. Kim cümə günü dəstəmaz alarsa gözəl əməl etmiş olur, kim deyir qüsul alarsa, Allah Rasulü buyurur ki, bu daha nədir? Əfsərdir, daha fəzilətlidir. Ona görə də cümə günləri qüsul alıb məscidə gəlmək, daha tez gəlmək hamıdan, yəni ilk saatlarda gəlmək, həmçinin Allah yolunda dəvə qurban keçmək kimidir, savabı. Və həmçinin də Peyğəmbər s.ə.v-in sünnə əməllərindəndir ki, cümə günü müsəlman məscidə gəldiyi zaman çimir, ətirlənir, ən gözəl libasını giyinir və cümə günü ilk saatlarında məscidə gəlmiş olur.